Gələcəyi görürdü Həzrət Zəhra. Gələcəyi görürdü. Hədisdir, mötəbər hədisdir. Əli əleyhissalam daxil olur xanım Fatimə Zəhranın yanına. Deyir, gəl otur ya Əbəl Həsən, hələ Peyğəmbər sağ olanda. Otur sənə keçmiş və gələcəkdəkilərdən danışım. Keçmişdə baş verənlər və gələcəkdə baş verənlərdən danışım. Əli əleyhissalam arxa-arxaya çıxır, gedir birbaşa Peyğəmbərin yanına. Daxil olur Peyğəmbərin yanında, oturur, danışmır. Deyir, ya Əli, sən danışmaq istəyirsən, mən danışım. Deyir, ya Rəsulallah, siz buyurun. Deyim sənə, qızımın otağına daxil oldum, Fatimə sənə dedi, istəyirsən keçmişdəkilərdən və gələcəkdəkilərdən danışırım. Deyir, bəli. Mən heyrətdə qaldım. Peyğəmbər buyurur ki, əvələ tə'ləm nuru Fatimə min nurina. Sən bilmirsənmi ki, Fatimənin nuru bizim nurumuzdandır. Fəssəcədə Aliyyun əleyhissalam şükran lillah. Əli kimi əzəmətli adam əyilir, alnını qoyur səcdəyə Fatimənin vücuduna görə Allaha şükr eləyir ki, Allah belə bir nur bəxş eləyib.